Salam dəyərli şagirdlər. Bu gün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 6-cı sinif Azərbaycan dili suallarını cavab açarları üzərindən birbaşa sürətli şəkildə izah edəcəm. Hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə qeyd edərsiniz. Orada bütün variantları ətraflı deyərəm. İndi sürətli deyim ki, şagirdlər tez yoxlasınlar. Yəqin şagirdlər mətni diqqətlə oxuyub. Deməli, birinci sualda mətnin girişində var idi ki, Qaraca qız ən çox tez-tez yer dəyişməyə, çadır qurmaq, nağıl söyləməyi xoşlayırdım. 1-də C. 2-də yazıb ki, Yasəmənin münasibəti nə ilə fərqlənirdi? Yusif mətnində ona çox əziyyət verirdi. Yasəmən isə mehriban davranırdı. Ona görə 2-də B olacaq. Bu belə. Gəldi 3-cü suala. Yasəmənin heyvana yoğun çubuq lazımsa, insana mehriban rəftar lazımdır. Fikri hansı mənanı ifadə edir? Orada diqqət eləsəz, A variantında yazıb ki, insan şəxsiyyətinə hörmət və sevgi ilə yanaşdıqda daha yaxşı nəticə alınır. 3-də A. 4-də Qaraca qızın Qaraçı dəstəsində yaşadığı 2 il ərzində əldə etdiyi uğurun səbəbi nə idi? C variantı, Yasəmən onu oxumaq və oynamaq öyrətmişdi, həm də ki, səsin gözəlliyi. 4-də C. 5-də tüm qara hərflərlə verilmiş ifadənin qarşılığı, yəni sinonimi deyil, təngə gəlmək, bezdirmək mənasındadır, amma can vermək, ölmək mənasındadır. Ona görə 5-də D olacaq. 6-da plan ardıcıllığını soruşur. Birinci 3-ü götürürük, köçəri həyatın cazibəsi. Sonra 1-i götürürük, Yusifin zalımlığı və tərbiyə üsulu. Sonra 4-ü götürürük, tərbiyə üsulları haqqında Yasəmənlə Yusif mübahisə edirdi. Ən sonunda da Qaraca qızın zülmündən xilas olmaq arzusu var idi. 3-1-4-2. 7-də mürəkkəb sözün yazılışında səhvi soruşur. Addım-addım, ba-bə olanda bitişik yazılır. Ona görə 7-də D. 8-də hansı cümlədə fərqləndirilmiş söz bir-birlə münasibətdə homonimdir? C variantı, yəni tut. Biri var yediyimiz tut, biri də var kimisə tutmaq mənasında. Bu da belə. C variantı. 9-da qonaq sevən sözündə qıqdan sonra samit gəldiyinə görə qonaq sevən. Ona görə yazılışına dəyişi fərqlənir. Səhvi dediyinə görə 9-da B olacaq. Çünki orada yazıb ki, fərqlənmir. 10-cu sualda isim cəm şəkilçisinə yanaşı ikinci şəxsin cəminin mənsubə şəkilçisində qəbul etmişdi. Kitab, kitablar. Deməli, kitablarınız. Lar cəm, ınız da mənsubiyyət, sizin kitablarınız. Ona görə 10-da D olacaq. 11-də hansı sözün yazışı səhvdir? Mövqesini yox, öz prinsipal mövqeyini qoruyub saxladı. Y. 11-də B. 12-də əlamət gözlə görülən olduğuna görə 12-də B olacaq. Yaşıl skamya, rəngləri görürük birbaşa. 13-də numerativ sözdən düzgün istifadə edilməyib. İnsan olanda nəfər olar da. 4 dənə uşaq yanlışdır. 13D. 14-də keçmiş zaman inkarında işlənmişdir. Getdi, getmədi. Keçmiş zaman inkarda. 14-də A. 15-də mütləq qeyri-müəyyən əvəzdə ifadə olunub. Hamı qeyri-müəyyəndir. A variantı. Hamı sözü. 16-cıda hansı cümlədə isim sifətin sonuna cavab verir? Yəni isim sifətləşib. C-yə baxaq. Dəmir qapı, necə qapı? Yəni isim sifətləşib. Sonra 17-də hansı cümlənin xəbəri frazeoloji birləşmələ ifadə olunmuşdur? Burada diqqət eləsək, qulaq asırdılar. Qulaq asmaq burada frazeoloji birləşmədir. 17-də A. Deməli 16-da C, 17-də D. Daha doğrusu 17-də A. Bir də deyim ki, qarşılığı düşməsin. 16-da C, dəmir qapı, 17-də qulaq asmaq A variantı. 18-də üzr istəyirəm. 18-ci suala diqqət eləyək. Tamamlıq işlənməmişdir. Kitabları çox maraqlı oxunur. Onun kitabları. Bu mənsubiyyətdir, mübtədadır. Amma o biləndə kitabı nəyi, şagirdlərə kimə, məlumatı nəyi, bunlar hamısı tamamlıqdır. 19-da əsas tərəf ikinci tərəfdir. Məslərlə ifadə olunan fe'li birləşmə dediyinə görə vətəni sevmək, magmək. Sadəcə 2-ni yazırıq. Başqa rəqəm yazsaz, yəni yanlış götürüləcək. Cavanşir mətnini yəqin ki, şagirdlərimiz diqqətlə oxuyub. Keçək Cavanşir mətninə. 20-ci sualda Sasani dövlətin süqutun yaxınlaşdığını görən Cavanşir neynədi? Müqavimət göstərmə mənası olduğunu görüb girdimana qayıdır. A variantı. 21-də xəlifə Muaviyə ilə görüşdə əldə etdiyi ən böyük diplomatik uğur nə idi? Orada yazmışdı. Vergilərin 3/1 qədər azaltdı və daxili müstəqilliyini qoruyub saxladı. 22-də Cavanşirin belə deyim də xarici siyasətindəki dəyişikliyin səbəbi nə idi? Çünki Bizans zəifləmişdi və o öz dövləti maraqlarını qorumaq istəyirdi. Ona görə ərəblərə meyl etdi. 22-də B. 23-də Cavanşirin qətlə yetirilməsinin siyasi səbəbi o idi ki, xilafətlə aparılan danışıqlarda və yaxınlaşmadan Bizanspərəst feodalların narazı qalması, ona görə də ona sui-qəsd edib öldürmüşdülər. 681-də.
C olacaq. 24-də məcazili dediyinə görə etmə eləmək olmaq məcazili yaratmır. Ona görə A-nı götürəcəyik. Baş vermək. A variantı. 25-də kursivlə verilmiş cümlədə məşhur və tanınmış sözlərin qarşılığı sinonimi soruşur. Burada da kursivlə lap birinci cümlədir. Ən görkəmli nümayəndəsini görkəmli sözünü yazıb qeyd edə bilərik. Maksimum şəkildə sürətli dedim ki, uşaqlar tez yoxlasınlar. Əgər video sizin üçün faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.